Bismillahirrahmanirrahim. 10-cu hədis. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: Həqiqətən uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Həqiqətən Allah peyğəmbərlərə nəyi əmr etmişdirsə, möminlərə də onu əmr edib buyurur: Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün. O həmçinin buyurur: Ey iman gətirənlər, sizə ruzi kimi verdiyimiz təmiz və halal nemətlərdən yeyin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz torpaq içində olan və bu halda əllərini göyə qaldırıb, Ya Rəbb, Ya Rəbb deyərək yalvaran birisini xatırlatdı. Peyğəmbər sallallahu aleyhi və səlləm davam edib dedi ki, halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haram, haramla böyüyüb, beləsinin duası necə qəbul ola bilər? Hədisi Müslim rəvayət etmişdir. 11-ci hədis. Rəvayət edilir ki, Rasulullah sallallahu aleyhi və səlləmin reyhan qoxulu nəvəsi Əbu Muhammed Həsən ibn Əli ibn Abu Talib radiyallahu anhu demişdir: Mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini, buyurduğunu yadda saxlamışam. Səni şübhəyə salanı tərk et, səni şübhəyə salmayana bax. Hədisi Tirmizi və Nəsai rəvayət etmişdir. 12-ci hədis. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Müsəlmanın İslamının gözəlliyindəndir ki, özünə aid olmayan işləri tərk etsin. Hədisi Tirmizi və başqaları bu ləfzlə rəvayət etmişlər. 13-cü hədis. Peyğəmbər sallallahu aleyhi və səlləmin xidmətçisi Əbu Həmzə Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: Biriniz özü üçün istədiyini qardaşı üçün istəmədikcə iman etmiş olmaz. Hədisi Buxari və Müslim rəvayət etmişlər. 14-cü hədis. İbn Məsud radiyallahu anhudan rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: Müsəlmanın qanı halal deyildir. Yalnız 3 qisim istisnadır. Zinakar evli kişi və ya dul qadın, qəsdən adam öldürən kəs və bir də dinindən dönüb cəmaatdan uzaqlaşan kəs. Hədisi Buxari və Müslim rəvayət etmişlər. 15-ci hədis. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: Kim Allaha və axirət gününə inanırsa, ya xeyir danışsın, ya da ki sussun. Kim Allaha və axirət gününə inanırsa, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Hədisi Buxari və Müslim rəvayət etmişlər. 16-cı hədis. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib dedi: Mənə nəsiyyət elə. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurdu ki, qəzəblənmə. Adam bunu bir neçə dəfə təkrar etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona yenə də qəzəblənmə deyə buyurdu. Hədisi Buxari rəvayət etmişdir. 17-ci hədis. Əbu Ya'lə Şəddad ibn Əvs radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə demişdir: Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə birisini öldürdükdə onu gözəl tərzdə öldürün. Ha belə heyvan kəsdikdə onu gözəl tərzdə kəsin.
sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın. Hədisi Müslim rəvayət etmişdir. 18-ci hədis. Əbu Zər Cündəb ibn Cünadə və Əbu Abdurrahman Muaz ibn Cəbəl radiyallahu anhuma rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: harada olursan ol, Allahdan qorx. Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq həmin pisliyi silib aparsın və bir də insanlarla gözəl əxlaqla davran. Hədisi Tirmizi Sünən əsərində rəvayət etmişdir. 19-cu hədis. Rəvayət edilir ki, Əbul Abbas, Abdullah bin Abbas radiyallahu anhuma demişdir: bir gün mən Peyğəmbər sallallahu aleyhi və səlləmin arxa tərəfindəykən o mənə belə buyurdu: oğul bala, gəl sənə bəzi şeylər öyrədim. Allahın qoyduğu hüdudları qoru ki, Allah da səni qorusun. Allahın qoyduğu hüdudları qoru ki, Allahı qarşında görəsən. İstədikdə yalnız Allahdan istə. Kömək dilədikdə yalnız Allahdan kömək dilə. Və bil ki, bütün ümmət sənə xeyir vermək üçün əlbir olsa belə, Allahın sənin əleyhinə yazdığı xeyirdən başqa bir şeylə sənə fayda verə bilməz. Həmçinin onlar sənə zərər vurmaq üçün əlbir olsalar belə, Allahın sənin əleyhinə yazdığından başqa bir şeylə sənə zərər yetirə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr də qurumuşdur. Hədisi Tirmizi rəvayət etmişdir. Tirmizdən başqalarının rəvayət etdiyi hədisdə isə belə deyilir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, Allahın qoyduğu hüdudları qoru ki, Allahı qarşında görəsən. Xoş gündə Allahı tanı ki, dar gündə o da səni tanısın. Bil ki, sənin qədərinə yazılmamış bir şey sənin başına gələ bilməz. Həmçinin qədərinə yazılmış bir şey də səndən yan keçməz. Bil ki, səbrin ardından qələbə, kədərin ardından sevinc, çətinliyin ardından asanlıq gəlir. 20-ci hədis. Əbu Məsud Uqbə bin Amr Əl-Ənsar Əl-Bədri radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: İlk peyğəmbərlik kəlamından insanların yadında qalan söz belədir: utanmırsansa, istədiyini elə. Hədisi Buxari öz səhihində rəvayət etmişdir. 21-ci hədis. Rəvayət edilir ki, Əbu Amr, yaxud Əbu Amra, Sufyan ibn Abdullah radiyallahu anhu demişdir: bir dəfə mən Peyğəmbər sallallahu aleyhi və səlləmə dedim: ya Rasulallah, İslam haqqında mənə elə bir söz de ki, səndən başqa heç kəsdən bu haqda soruşmayım. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurdu ki, Allaha iman gətirdim de, sonra da düz yol tut. Hədisi Müslim rəvayət etmişdir. 22-ci hədis. Rəvayət edilir ki, Əbu Abdullah Cabir ibn Abdullah radiyallahu anhu demişdir: bir nəfər Rasulullah sallallahu aleyhi və səlləmdən soruşdu: de görüm, əgər mən vacib buyurulmuş namazları qılsam, Ramazan ayını oruç tutsam, halalı halal, haramı da haram qəbul etsəm və buna heç nə artırmasam, cənnətə daxil olarammı? Peyğəmbər sallallahu aleyhi və səlləm bəli deyə cavab verdi. Bu hədisi İmam Müslim öz səhihində rəvayət etmişdir.